Diplomatlar, ağlınıza nə gəlir? Yəqin ki, dəbdəbəli ziyafətlər, beynəlxalq səviyyəli görüşlər. Amma işin əsli tam başqadır. Onların həyatı, demək olar ki, hər addımı tənzimləyən, çox sərt bir qaydalar toplusuyla, bir kodekslə idarə olunur. Gəlin bugün həmin kodeksin sirlərini birlikdə açaq. Hə, ziyafətlər, qəbullar, bunlar işin bir parçasıdır, düzdür. Amma bu, sadəcə icebergin görünən ucudur. Əslində, onların hər bir addımı, hətta bilirsiniz, şəxsi həyatları belə çox ciddi bir qaydalar kitabçası ilə müəyyən edilir. Və bugün biz məhz həmin qaydalar kitabını vərəqləyəcəyik. Bir sənət təsəvvür edin. Elə bir sənət ki, sizin kiminlə evlənə biləcəyinizi, hansı siyasi partiyalara üzv olmağınızın qadağan olduğunu, hətta dövlət sirrini ömrünüzün sonuna qədər necə saxlamalı olduğunuzu diktə edir. Söhbət diplomatik xidmət haqqında qanundan gedir. Yəni diplomatların, belə deyək, gündəlik təlimat kitabçasından. İndi isə gəlin bu sənədin dərinliklərinə baş vuraq və bir diplomatın karyera yolunun necə qurulduğunu addım-addım, mərhələ-mərhələ izləyək. Yaxşı, hər möhkəm bir bina kimi diplomatın da karyerası çox möhkəm bir təməl üzərində qurulmalıdır. Bəs bu təməli təşkil edən əsas prinsiplər, yəni o təməl daşları nələrdir? Deməli, diplomatik xidmətin özəyində, təməlində dayanan bir fundamental prinsip var. Bu da Azərbaycan dövlətinə və onun xalqına sədaqətdir. Baxın, bu sadəcə bir şüar deyil, bu hər bir diplomatın fəaliyyətinin onurğa sütununu təşkil edən bir anddır. Bütün qərarlar, bütün addımlar məhz bu sədaqət prinsipi üzərində qurulur. Yaxşı, bəs bu sədaqət praktikada nə deməkdir? Gündəlik işdə özünü necə göstərir? Məsələn, bu o deməkdir ki, diplomat hər zaman, hər vəziyyətdə milli maraqları qorumalıdır. Qanunlara ciddi şəkildə riayət etməlidir. İşində peşəkar və qərəzsiz olmalıdır. Həmçinin kadrların işə qəbulundan tutmuş, onların bir ölkədən digərinə rotasiyasına qədər hər şey tam ədalətli və şəffaf olmalıdır. Bu prinsiplər əslində diplomatın gündəlik fəaliyyətini yönləndirən bir növ kompas rolunu oynayır. Bu qədər sərt qaydalar, bu qədər yüksək standartlar. İnsan düşünür ki, bütün bunların arxasında duran əsas məqsəd nədir axı? Diplomatlar əslində nəyə xidmət edirlər? Gəlin indi bu çox fundamental sualın cavabını axtaraq. Yəni, bu xidmətin əsl məqsədi, əsl mahiyyəti nədir? Ən yüksək, ən strateji səviyyədə diplomatın əsas vəzifəsi ölkənin suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaqdır. Amma onlar bunu təbii ki, hərbi güclə deyil, danışıqlar yoluyla, beynəlxalq hüququn gücü ilə, razılaşmalarla edirlər. Bu, diplomatiyanın ən ali, ən vacib missiyasıdır. Ancaq missiya təkcə bu böyük, qlobal siyasətlə məhdudlaşmır, yox. Eyni dərəcədə, bəlkə də daha vacib olan başqa bir vəzifə də var. Xaricdə yaşayan, işləyən, səyahət edən hər bir Azərbaycan vətəndaşının və şirkətinin hüquqlarını qorumaq. Bu, diplomatiyanın birbaşa insana toxunan ən humanist tərəfidir. Bəs diplomatlar bu böyük missiyanı gündəlik həyatda necə yerinə yetirirlər? Onların əllərində bir sıra alətlər var. Birincisi, ölkələrini xaricdə ən yüksək səviyyədə təmsil etmək. İkincisi, dövlət adından çox mürəkkəb danışıqlar aparmaq. Üçüncüsü, ölkələr arasında sülhü və dostluq əlaqələrini inkişaf etdirmək. Və təbii ki, bəlkə də ən çox gördüyümüz iş, ehtiyacı olan vətəndaşlara konsulluq xidməti göstərmək. Bütün bu fəaliyyətlər bir-birini tamamlayaraq o böyük missiyaya xidmət edir. İndi isə gəlin məsələnin ən maraqlı tərəfinə keçək. Diplomatların həyatının pərdə arxasına daha yaxından nəzər salaq. Onların şəxsi və peşəkar həyatını konkret olaraq hansı qaydalar, hansı məhdudiyyətlər tənzimləyir? Diplomat olmaq bir növ şəxsi azadlıqlarının bir hissəsini könüllü olaraq dövlətə xidmətə həsr etmək deməkdir. Baxın, bir tərəfdən sizdən tələb olunur ki, dövlət sirrini ömür boyu saxlayasınız. Təkcə işləyəndə yox, hətta təqaüdə çıxandan sonra belə. Və ya tutaq ki, bir əcnəbi vətəndaşla evlənmə qərarına gəldiniz, bu barədə dərhal cəmi 10 gün içində məlumat verməlisiniz. Digər tərəfdən isə məhdudiyyətlər var. Siyasi partiyalara üzv olmaq olmaz, tətillərdə iştirak etmək olmaz, başqa bir ölkənin vətəndaşlığını daşımaq qadağandır. Bu, həqiqətən də öhdəliklər və məhdudiyyətlər arasında qurulmuş çox incə bir tarazlıqdır. Yaxşı, belə mürəkkəb və məsuliyyətli bir sistemdə karyera nərdivanı ilə yuxarı qalxmaq necə mümkündür? Gəlin, indi bir diplomatın ilk addım olan attaşirlikdən ən yüksək zirvə olan səfirliyə gedən yolunu izləyək. Diplomatik karyerada elə bir anda sürətli sıçrayışlar gözləməyin. Sistem addım-addım, pillə-pillə irəliləməyə əsaslanır. Məsələn, karyerasına yeni başlayan bir ataşe və ya üçüncü katib, növbəti rütbəyə yüksəlmək üçün həmin vəzifədə ən azı 2 il qusursuz xidmət etməlidir. Bu, səbr və çox böyük zəhmət tələb edən uzun bir yolun sadəcə başlanğıcıdır.
Bu cədvəl diplomatın karyera xəritəsini çox aydın göstərir. Burada maraqlı bir məqam var. Yüksəliş təkcə xaricdəki xidmətlə deyil, eyni zamanda ölkə daxilində mərkəzi aparatda görülən işlərlə də birbaşa bağlıdır. Məsələn, birinci katib rütbəsində olan bir diplomat xaricdə səfirlikdə işləyə bilər, amma eyni rütbə ilə Bakıda Xarici İşlər Nazirliyində bir şöbəyə də rəhbərlik edə bilər. Bu sistem diplomatlara həm sahədə, yəni xaricdə, həm də mərkəzdə təcrübə qazandırır, onların hərtərəfli inkişafına şərait yaradır. Təbii ki, yüksək məsuliyyət, həm də yüksək mükafatlar, eyni zamanda çox sərt cəzalar deməkdir. Bəs bu sistem qaydalara tam əməl edənləri necə mükafatlandırır, pozanları isə necə cəzalandırır? Sistem uğuru həqiqətən də yüksək qiymətləndirir. Nümunəvi xidmət göstərən bir diplomat təkcə təşəkkür və ya pul mükafatı ilə kifayətlənmir. Təsəvvür edin, sizə növbəti rütbə vaxtından xeyli əvvəl verilə bilər. Bu isə o deməkdir ki, karyera nərdivanında bir neçə pilləni birdən qalxırsınız. Bundan gözəl motivasiya nə ola bilər ki? Amma sikkənin bir də qaranlıq üzü var. Qaydaları pozmağın bədəli çox ağır ola bilər. Cəzalar adi bir töhmətdən başlayır, vəzifədən və ya rütbədən aşağı salınmağa qədər gedib çıxır və ən ağır cəza bu təkcə diplomatik xidmətdən qovulmaq deyil. Bu, həm də ömürlük verilən o diplomat rütbəsindən tamamilə bir dəfəlik məhrum edilməkdir. Yəni karyeranın tamamilə sıfırlanması deməkdir. Və bütün bu mükafat və cəzaların fonunda elə bir həqiqət var ki, bu hər şeyə başqa bir məna qatır. Diplomatik rütbə ömürlük verilir. Yəni, ən ağır cəza ilə əlinizdən alınmadığı müddətcə bu status həyatınızın sonuna qədər sizinlə qalır. Bu, sadəcə bir peşə deyil, bu ömürlük bir kimlik, bir statusdur. Bilirsiniz, biz bugün sadəcə bir ölkənin diplomatik kodeksinə nəzər saldıq. Amma bir anlıq düşünün, dünyanın hər bir ölkəsinin öz bənzər qaydaları ilə fəaliyyət göstərən minlərlə, on minlərlə diplomatı var. Onlar fərqli dillərdə danışsalar da, fərqli mədəniyyətlərdən gəlsələr də, hamısı ortaq bir dilə, diplomatiya dilinə və onun qaydalarına tabedirlər. Onların hər birinin atdığı kiçik bir addım, imzaladığı bircə sənəd əslində hamımızın yaşadığı dünyanın gələcəyini formalaşdırır. Bəlkə də qlobal siyasətin əsl memarları məhz bu görünməz qaydalara tabe olan insanlardır. Nə düşünürsünüz? Bu barədə düşünməyə həqiqətən də dəyər.